Virginiyadan hər kəsə salam. Bizə sual edirlər ki, çoxdandır görünmürsünüz. Başqa bir sual Amerika gündəliyində niyə uzun zamandır heç nəyi paylaşmırsınız? Cavabı çox asandır. Bu, həm vaxt, həm də imkan məsələsidir. Bir də ən əsası maraqlı hekayədir. ...2019-cu ilin noyabr ayında Aynur xanım sizin bir videonuz vardı. Amerikadakı Mingəçevirli. Biz bir dəfə North Carolina'ya getmişdik, əslində tam başqa bir çəkiliş üçün. Sürpriz bir şəkildə Talehlə tanış olduq, onun haqqında öyrəndik və getdik Talehlə heç planlaşdırılmamış bir çəkiliş elədik. Çəkilişin özünün sürpriz olduğu qədər də video bizim kanalda ən çox izlənilən videolardan biri halına gəldi. Həmin videoya baxdım noyabr ayında. Qərar verdim ki, bir baxım, gedim araşdırım və ondan sonra hərbiyə qoşuldum. Taleh videoda hərbidən o qədər gözəl danışdı ki, ona qulaq asandan sonra mən özüm də hərbiyə getməyə qərar verdim. Biz artıq həmin vaxtı 3 ildən çox idi burada yaşayırdıq və mən universiteti yeni bitirmişdim. Bitirəndən sonra da istədiyim yerə gedib çıxa bilməmişdim, istədiyim nəticəni əldə edə bilməmişdim. Elə buna görə də düşündüm ki, hərbiyə gedib oradan başlamaq düzgün qərar olar. Bəzi hekayələr var ki, onları danışsan da olar, danışmasan da olar, paylaşsan da olar, paylaşmasan da olar. Elə evdə öz aramızda danışdıq, bunu məsləhətləşdik. Gördüm ki, Aynur da biraz həvəslidir əslində hərbiçi ailəsi olmağa. Və danışıb özümüz aramızda razılaşandan sonra mən üst tutdum Recruiting Station-a gedib məlumat almağa. Və rekruter ofisə gəldiyimdə orada işləyən bir hərbiçi mənə dedi ki, siz Azərbaycanlı, burada biri də var. Kimdir? Yəni mən dedim 2 nəfər bir yerdə gəlmişik. Dedim yox, mən heç kim tək gəlmişəm. Mən belə heç kim yoxdur və məlum oldu ki, orada mənlə bir yerdə gələn Simrandır. Mən inanıram ki, hər kəsin bir hekayəsi var. Amma o hekayənin içərisində lazımlı mesaj olanı var, olmayanı var. O hekayəni danışmaq istəyəni var, istəməyəni var və öz hekayəsini danışmağı bacaran var və bacarmayan var. Bəzi hallarda isə bütün bu komponentlərin hamısı bir tək hekayənin içərisində toplaşır və biz də o hadisəni görüncə bunu çəkməsək, paylaşmasaq olmaz deyirik və hekayənin üzərinə gedirik. Recruiting Station-a uğurla getmişdim. Əslində çox əyləncəli bir yerdir. Yəni hərbi də olsa insanı cəlb eləyə bilirlər. Elə orada qızla oturub rekruterlə söhbətləşəndə o mənə dedi ki, burada bir dənə də Azərbaycanlı var. Hətta məndən soruşdu ki, siz ikiniz bir yerdə mi gəlmisiniz? Mən belə təəccübləndim və mənim romanı tanımağım həmin andan başladı. Özü də məndən bir stol o tərəfdə əyləşib. Mən də yəni salamlaşdıq, görüşdük və məlum oldu ki, hətta bizim ortaq tanışlarımız var. Bu da yəni bir yerdə təhsil almışıq. Yəni bu xırda, amma çox gözəl bir təsadüfdür. Yəni dünyanın xırda olduğunun bir sübutudur. O boyda Azərbaycanda eyni yerlərə gedib bir-birimizi görməmişik. Gəlib Amerikada Recruiting Station-da qarşılaşmışıq və ikimiz də eyni videonun təsiri altında qalıb hərbiyə getməyə qərar vermişik. Hərbiyə girmək həm fiziki hazırlıq tələb eləyir, həm də bilik olaraq hazırlaşmaq lazımdır. Çünki əzvəb deyilən çox çətin bir imtahan var, hansı ki içində fizika, riyaziyyat, anatomiya, biologiya və mexanika və bunların hamısını bilib imtahan vermək lazımdır. Çünki o imtahan sizin gedib hərbidə hansı peşəyə sahiblənəcəyinizi müəyyənləşdirir. Ondan əlavə fiziki hazırlığı çox çətindir. Çünki siz hərbiyə gedəndə basic training deyilən bir mərhələdən keçməlisiniz, hansı ki sizdən müəyyən sayda normativləri verməyi tələb eləyir və buna görə də öncədən hazırlaşmaqda fayda var. Çətin deyəndə əslində o qədər də çətin bir şey yoxdur. Sadəcə 1 ay, 2 ay özünüzə əziyyət verib hazırlaşsanız, həm bilik olaraq, həm fiziki olaraq qarşınıza çıxacaq imkanları nəzərə alanda buna dəyər. Mütləq bu hazırlıqdan keçib çox rahat şəkildə bu imtahanda o normativləri də verə bilərsiniz. Geri qalanını zaten özləri sizə öyrədirlər. Deməli, mənim hərbiyə getməkdə məqsədim əslində IT-yə gedib oradan qoşulmaq idi. Nə hazırlıq lazım idisə hamısından keçdim. Getdim, imtahanı verdim və gözəl də nəticə aldım əslində. Bizi apardılar, MEPS deyilən bir hərbi hissə var, belə deyək. Ora ki, biz orada gedək, gecəni qalıb, səhər imza çəkib artıq kimin hara getməyinə qərar verilirdi. Sabahsı günü biz tibbi müayinədən keçdik. Orada hamını göndərdilər imza çəkməyə. Məni ayırdılar bir kənara ki, sizlə bir söhbət eləməliyik. Dedilər ki, səndə astigmatizm var. Mənim xəbərim olmuyor ki, məndə astigmatizm var ki, əslində bu ora getmək üçün əngəl deyil. 2 həftədən sonra mən yenidən geri qayıtmalıyam və orada qərar verəcəklər ki, artıq mənim gözümə linzamı qoyulmalıdır və yaxud da ki, əməliyyat olunmalıdır. Tamamilə özləri qarşılayırdılar hamısını. Bunu həll edib daha sonra məni hərbiyə göndərəcəkdilər. Sadəcə o müddətdə həmin o 2 həftəlik ərəfədə başqa bir
cəzbedici təklif çıxdı, hansını ki mən rədd edə bilmədim. Qismət belə gətirdi ki, Covid düşdü ortaya. Mənim əslində getməyim bir uzun çəkdi, amma mən düşünürdüm ki, Simran gedəcək. Sonra məlum oldu ki, Simran getmədi hərbiyə, mən gedəsi oldum. Ondan sonra da Covid girdi araya, həmin fürsət də əldən getdi, hərbi də əldən getdi, necə deyirlər, it də getdi, ip də getdi. Hardan hara deməmək olmur bəzi hekayələri dinləyərkən. Çəkilişlərimizin və materiallarımızın, buraxılışlarımızın intensivliyindən, çoxluğundan ya da azlığından, bütün bunların hamısını illərdir etdiyimiz zaman qarşılaşdığımız hər cür problemə, hər cür sıxıntıya baxmayaraq missiyamızı hardasa necəsə icra edə bilmişik. Mən hərbiyə getməyimin hər bir gündən həzz almışam. Bunun silah atışları olsun, bunun təyyarədə uçuşları, digər uzun müddətli təlimlər, nə imkan verdilərsə onları etdim və həzz aldım. Amma yenə də üstünə basa-basa deyirəm ki, Green Card udub bura gələnlər, xüsusilə də əgər bura gələndə maliyyə problemi varsa və həyatınızın geri qalan hissəsi ilə nə edəcəyinizi bilmirsinizsə, gedin hərbiyə yazılın. İnanılmaz imkanlar qarşınıza çıxacaq və immiqrasiyanın ən çətin, ən ağrılı vaxtlarını çox yumşaq və uğurlu bir şəkildə keçirmiş olacaqsınız. Eyni zamanda da öyrənəcəyiniz şeylər də gələcək həyatınıza çox-çox böyük qatqılar olacaq. Və bu hekayənin əsas ardı hələ var. Növbəti buraxılışda görüşmək üzrə. Hələlik.